Salam, hər vaxtınız xeyir olsun. Bağlacı mövzusu ilə test toplusu birinci hissədən, Dimin test toplusundan 11-ci sinif üçün nəzərdə tutulmuş test toplusundan suallara baxırıq, sualların izahına baxırıq. Deməli, başlayaq birinci sualdan. Nümunələrin birində bağlacılarda durğu işarəsinin işlədilməsi ilə bağlı səhv vardır, deyir. Baxaq indi. Deyir ki, mən gəldim, o isə, deməli, birinci cümlədən sonra vergül olur. İsə bağlacısından, yəni qarşılaşdırma bağlacılarından əvvəl vergül olur. Doğrudur. O nə oxuyur? Deməli, təkrarlanan nə inkarlı bağlacılarından deməli, ikincisindən əvvəl vergül qoyulmalıdır. Doğrudur. İki cümlə olduğu üçün. Əhməd də bu məsələdən xəbərdardır. Deməli, burada vergül olmamalıdır. İştirak bağlacısını görürük. Dəni burada. Vergül olmur iştirak bağlacılarında. Bir dənə sadalanma olmasın gərək. Sadalanma olanda vergül qoyulur. Vəli daş kimi yatmışdı. Deməli, burada deyir ki, səbəb bağlacılarından əvvəl vergül olmalıdır, sonra yox. Deməli, burada vergülün işlənməyində səhvə yol verilib. D variantıdır. Onun xarici elmi jurnallarda samballı məqalələri çap olunmuşdu. Qarşılaşdırma bağlacısına əvvəl vergül olur. Yəni, bunlarda problem yoxdur. İkinci suala baxırıq. Cümlənin ortasında işlənəndə özündən əvvəl vergül qoyulan bağlacılardan ibarət cərgəni müəyyən edin. Qarşılaşdırma və səbəb bağlacıları ola bilər bunlar. Deməli, baxırıq indi. Lakin ilə. İlədən sonra nə əvvəl, nə sonra vergül olmaz. Deməli, çünki əvvəl vergül olur, amma ondan da əvvəl vergül olur, qarşılaşdırmadır. Həmçinin, deməli, bu da deyir ki, o oxumurdu. Həmçinin yazmırdı. Deməli, həmçinindən əvvəl vergül olacaq. Hətta, deməli, deyir ki, kitabı, dəftəri, vergül, kitabı vergül, dəftəri vergül, hətta çantanı unutmuşdu. Deməli, bundan da iştirak bağlacısından bu əvvəl vergül olacaq bu hətta da. Deməli, B variantını cavab kimi qeyd eləyə bilərik. Üçüncü suala baxaq. Hansı cümlədə ilə bağlacı kimi işlənmişdir? İləni və ilə əvəz edə biliriksə, bağlacı kimi götürə bilərik. Deməli, bir də diqqət eləmək lazımdır ki, xəbər cəmdə olsun bəzi nümunələrdə. Ondan sonra dediklərin əməlinlə uyğunlaşsın. Əməlin ilə. Bu, deməli, qoşmadır burada. Bağlacı lazımdır. Vüsal öz məktəb yoldaşları ilə. Burada da və ilə əvəz etmək olmur. Bu da qoşmadır. İmran kişi indiki işçiləri ilə fəxr edir. Burada da birgəlik qoşmasıdır. Rüstəm kişi otaqdan çıxan kimi pərişan bir uşaq sevinci ilə Mayanın boynunu qucaqladı. Burada da ilə qoşmasını görürük biz və ilə əvəz olunmur. Sabirin gülməyi və ağlamağı bir-birindən seçilmirdi. Deməli, bunun yerinə və işlədə bilirəm. Cavab Y variantı olur. Cümlənin ortasında işlənəndə özündən əvvəl vergül qoyulan bağlacılardan ibarət cərgəni müəyyənləşdirin. Yenə də həmin məsələdir. Deməli, səbəb bağlacılarını götürə bilir. Yəni, baxaq varianta. Deməli, baxaq görək ki, hansı olacaq. Çünkidən əvvəl vergül olur və isə vergül tələb eləməyən bağlacıdır. Ancaqdan əvvəl vergül olur, ilə isə vergül tələb eləməyən birgəlik bağlacısıdır. Ammadan əvvəl vergül olur, kidən sonra vergül olur. Ona görə bunu da keçdim. Ha belə, deməli, deyir ki, o, məsələn, deyək ki, kitabı itirmişdi. Ha belə, vergül. Ha belə, deməli, qələmlərini də itirmişdi. Deməli, bunu iştirak bağlacısı kimi işlədə bilirik və əvvəl vergül qoyuruq ondan əvvəl. Gah isə özündən əvvəl yox, özündən sonra vergül olar. Deməli, ilə isə burada ümumiyyətlə vergül tələb eləməyən bir bağlacıdır. Ha belə, əvvəl bayaq dediyimiz kimi vergül olacaq. Həttadan əvvəl vergül qoyacaq. Məsələn, deyirik ki, deməli, kitablarını, dəftərlərini, hətta deməli, ayaqqablarını hazır etmişdi. Belə bir cümlədir. Yəni, həttadan iştirak bağladı əvvəl vergül olur. Lakin qarşılaşdırmada özündən əvvəl vergül olur. Ona görə ki, səbəbdir, onlardan əvvəl vergül olur. Baxaq 5-ci suala. Deyir ki, cümlənin ortasında işlənəndə özündən əvvəl vergül qoyulan. Yenə də həmin tabesizlik. Bu dəfə tabesizlikdir. Məsələn, səbəbi götürə bilmərik bu dəfə. Amma belə ki, belə ki nədir? Tabellikdir. Ona görə götürə bilmərik bunu. Deməli, A variantını keçdik. Çünki, halbuki, məsələn. Deməli, baxırıq ki, çünki nədir burada?
tabelilik bağlayıcısıdır. Ona görə də keçdim, heç baxmıram arına. Ancaq həm, hərgah. Deməli bunlar üçü hərgah burada tabesizlik bağlayıcısıdır. Tabelilik üzr istəyirəm, şərt bağlayıcısıdır. Ona görə də bu variantın da üzərinə keçirəm və vergül tələb eləməyən bağlayıcıdır. Bu variantın üzərinə keçirəm. Deməli, lakin həmçinin habelə. Bu bağlayıcılar, məsələn, lakin qarşılaşdırmada özündən əvvəl vergül tələb eləyir. Həmçinin iştirakda, habelə iştirakda. Bunlar da özündən əvvəl vergül tələb eləyir. Ona görə də Y variantını yaza bilərik cavab kimi. 6-cıda hansı cümlədə dadə bağlayıcı kimi işlənmişdir? Dadə iştirak bağlayıcısı olur və hamı bir işlə məşğuldur, biri də qoşulur onlara. Bu formada bir cümlədə olur və sözdən ayrı yazılır. Burada görürük ki, sözə bitişikdir. Ümumiyyətlə nə bağlayıcıdır, nə də ədatdır. Qəzet almış Hacı Əhməd də. Hamı alıb, Hacı Əhməd də alıb. Deməli, Hacı Əhməd də alıb. Bu iştirak bağlayıcısıdır. Bu kitabı bir oxud da. Burada deməli ədat kimi işlənib. Deməli götürə bilmərik belə olanda. Miriş, bala, gəl çıx da. Burada da ədat kimi işlənib. Yəni iştirak bağlayıcısı yoxdur burada. Mən də sizin kimi qərib üzaram. Yəni hamı qərib üzardır, hamı qəribdir. Mən də o qəriblərdən biriyəm. İştirak bağlayıcısıdır burada da. 2-5 cavabını A variantına götürə bilərik. 7-ci suala baxaq. Hansı cümlədə və bağlayıcısının yerinə ilə bağlayıcısını da işlətmək olar? Deməli, belə bir fərq var bunlar arasındakı və həmişə cümlələri bağlaya bilir, ilə isə həmişə ümumiyyətlə cümlələri bağlaya bilmir. Baxaq görək, indi hardakı və sözlər arasındadır, cümlələr yox, sözlər arasındadır, onda onu cavab kimi götürəcəyik. Mən sizin bayramınızı təbrik edir və, bax, cümlələr arasındadır, keçirəm var bunu. Hava və su, hava ilə su insanın sağlamlığıdır. B variantını götürə bilərəm. 8-ci suala keçirəm. Birində tabelilik bağlayıcısı işlənmişdir. Tabelilik. Kaman dilə gəldi, amma deməli burada ammanı görürük. Bu da tabesizlikdir, qarşılaşdırma. Hərgah şərt bağlayıcısını görürük. Deməli götürə bilərik. Tabeli bağlayıcısı işlənmişdir. Deməli şərtdə də belədir. 8-də B variantı olacaq. 9-cu suala keçək. Birində mürəkkəb bağlayıcı işlənmişdir. Mürəkkəb bağlayıcı. Deməli iki sözdən ibarətdir. Nərgizgil həmçinin sadədir. Yoxdur, başqa burada yoxdur. Yağış hələ yağırdı, amma bu da sadədir, amma burada götürə bilmərik. Şagirdlərdən ikisinin nəticəsi sevindirici idi. Halbuki, bu mürəkkəbdir. Hal, bu, ki. 3 dənə sözün birləşməsinə yaranıb C variantını yazaq. Hansı cümlədə bağlayıcı cümlə özlərini bağlamışdır? Yəni cümlələri yox, cümlə özlərini bağlayıb. Mükəmməl nəzəriyyə ilə zəngin təcrübə uğurlu əmələ çevrilir. Nə? Deməli, əmələ çevrilir, oldu bizim xəbərimiz. Nə çevrilir? Təcrübə, nəzəriyyə. Deməli, burada görürük ki, biz həmcins mübtədaları bir-birinə bağlayıb bu ilə bağlayıcısı. Deməli, A variantını elə cavab kimi qeyd eləyə bilərik. Burada məsələn cümlələri bağlayıb. Deməli isə məsələn cümlələri bağlayıb bir-birinə, 2 cümlə var burada. Sonra ölmək yaşamaqdır. Bu da cümlələri bağlayıb, cümlə var burada. Əgər mütləq cümlə olmalıdır, bax cümlələri bağlayıb bir-birinə. Deməli bu variantları götürmək olmaz. 11-ə keçək. Deməli 11-ci sualı deyir ki, klaster hansı fikirlə tamamlamaq olmaz? Baxaq görək burada nə fikir verir. Bağlayıcı nitq hissələrindən biridir. Üstə gəl. Yəni doğru cavab yox. Bura yanlış cavab tapmalıyıq. Çünki tamamlamaq olmaz yazılıb burada. Mürəkkəb cümlənin tərəflərini bağlaya bilir. Bəli, bağlaya bilir. Tabesiz mürəkkəb cümlə və tabeli mürəkkəb cümlənin. Quruluşca sadə və mürəkkəb olur. Bəli, sadə və mürəkkəb ola bilirlər. Sözlərə qoşularaq müəyyən məna çaları qoşmanın cavabıdır. Bu bağlayıcının yox. Ona görə də C variantını götürə bilərəm. 12. Sual işarəsinin yerini yazılacaq fikri müəyyən edin. Ha belə, həmçinin, hətta. Deməli bunlar nə idi? Tabesizlikdə iştirak. Tabesizlikdə iştirak. Deməli tabelilik bağlayıcılardır, yox. Hər biri amonimlik yarada bilir. Amonimlik olanda ha belə ancaq bağlayıcı kimi işlənir. Ona görə bunda yox. Həmçinin cümlədə bir-birini əvəz edə bilir. Bəli. Eyni məna növü daxı bunlar. Bir-birinin yerində işlənə bilirlər. Eyni məna növü olanda bir-birinin yerində işlənən kimi götürə bilirik bunu. Deməli oldu 12-də C variantı. 13-ə keçək. Eylervin diaqramının kəsişməsinə verilə bilməz.
Yəni oxşar cəhət deyil də. Və nə ilə? Nə edəcək bunlara? Bir-birini əvəz etmə məsələsi. Baxalım görüm. Həmcins üzvlər arasında işlənir. Hə, bu da elə verilə bilməz deyir. Hə. Verilə bilməzsə həmcins üzvlər arasında işlənir. Hər ikisi həmcins üzvlər arasında işlənirmi? Kitab və dəftər, kitab ilə dəftər. Hə, deməli oxşarlıqdır. Tabesizlik bağlacılardır. Bəli, hər ikisi birləşdirmə bağlacısı tabesizlikdə. Həmişə bir-birini əvəz edir. Həm məsələ budur da, bayaq dediyimiz qayda. Deməli, və cümlələri bağlaya bilir, ilə isə cümlələri bir-birinə bağlaya bilmir və bunların oxşar cəhəti sayılmır bu, fərqli cəhəti sayılır. Hansı cərgədə bağlacının növü səhv verilmişdir? Deməli, baxırıq ki, atam mənə işləməyi öyrətdi, amma qarşılaşdırma doğru. Bizə nə lazımdır? Səhv. Təmiz vicdan nə yalandan inkarlıq. Yazıq o tələbəyə ki, aydınlaşdırma. Tabellik aydınlaşdırma. Vaxtın qədrini bilən həm sərvət, həm də deməli bu həm nə olurdu? İştirak olurdu, amma burada bölüşdürmə yazıblar. O birisine baxaq. Biz qələbəyə inanırıq çünki səbəb. 15. Hansı bağlacının yazılışında səhv var? Bağlacının yazılışında səhv var deyir. Deyir, qorxmuram, ona görə də narahat deyiləm. Heç bir problem yoxdur, ona görə də səbəb bağlacısı var burada. Deməli, burada düzgündür, bizə səhv lazımdır. Hərçənd, t yox, d olmalıydı burada. Bu səhv var, bağlacıdır bu. Güzəşt bağlacısının səhv yol verilib yazılışında. Ən gözəl fikir də pis ifadə edildikdə, pis ifadə edildikdə qiymətini itirir. Deməli, burada ən gözəl fikir də bağlacısını görürük və düz də yazılıb, sözdən ayrı yazılır, 3-də heç bir problem yoxdur. İşsizliyin ən yaxşı dərmanı daimi və halal zəhmətdir də, heç bir problem yoxdur vənin yazılışında. Gözəl qadın kobud sözlər eşidə bilər, lakin həmin sözləri təkrar etməməlidir. Deməli, baxırıq ki, bax bir də nə idi? Ona görə, burada bir üzr istəyirəm, deməli fikir verməmişəm. Görüm, hamısı düz çıxdı cavabların. Də ayrı yazılır. Ona görə də. Səhv var burada. Üstündən keçmişəm, üzrlü sayın. Deməli 1-2. 1-2 B variantı. Keçdik 16-ya. 16-cı suala. Deməli, hansı cümlədə bağlacı ixtisar edilsə cümlənin mənasında dəyişiklik yaranar? İnkarlıq. İnkarlığı cümlədən çıxarsaq cümlədə təsdiq yaranacaq. İnkarlıq. İnkarlığı o tapaq. Haradadır inkarlıq? Deməli, səni gözlə. Yalan danışmaq və görüşdürmə, şair nə tez qocaldın sən? Yox, bilirəm ki, arpa da, buğda da dənli bitkidir. Deyir burada. Nə yatar, nə dincələr. A variantı 16-da. Deməli, əgər bu nələri çıxarsaq buradan, nə olacaq? Təsdiq olacaq fikir. Səni görən gözlərim yatar, dincələr. Amma nə olduğuna görə onlar inkar idi axı. Nələri çıxaranda oradan təsdiq yaranır. Ona görə də A variantı. Bağlacılar haqqında yanlış fikri müəyyənləşdirin deyir. Deməli, deyir, ilə bağlacısı cümlələri bir-birinə bağlaya bilmir. Bəli, bağlaya bilmir, sözləri bağlayır. Bizə nə lazımdır? Yanlış fikir. Tabesizlik bağlacıları həmcins üzvlər arasında işlənir. Bəli, həmcins üzvlər arasında da işlənə bilir. Məsələn, və ilə, bunlar hər ikisi işlənə bilir həmcins üzvlər arasında. Tabelilik bağlacıları tabeli mürəkkəb cümlənin tərəflərini bağlayır. Bəli, tabeli. Bir də tabesizlikdə bir dənə bağlacı var idi ki, qarşılaşdırma bağlacıları. Onlar yeganə məna növüdür ki, həm tabesiz, həm də tabeli mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayır. Leksik mənasına görə, leksik mənası yoxdur axı bu bağlacıların. Qrammatik mənası yazsaydı da bura. Deməli, düzdür, burada bir D variantında bir səhv görürük. Ha belə quruluqca mürəkkəb bağlacıdır. Bir də ha, bir də belə. 2 dənə bağlacıdan ibarətdir. Cavab D 17. 18. Bağlacılar haqqında yanlış fikir müəyyənləşdirin deyir. Deməli, baxırıq ki, şərt bağlacıları işlənən mürəkkəb cümlələrdə adətən birinci budaq cümlə gəlir. Sasə olanda, deməli, birinci budaq gəlir. Tabesizlik və tabelilik bağlacıları olmaqla iki qrupa bölünürlər. Bəli. Bölüşdürmə bağlacıları həm cümlə özlərini, həm də cümlələri bir-birinə bağlayır. Bölüşdürmə bağlacıları ya da, gah da, ya kitab, ya dəftəri oxu, ya kitabı, ya dəftəri oxu, məsələn. Bir də deyirəm ki, ya danış, ya danışma cümlələri bağladı, məsələn, keçdik. Hər gah quruluqca mürəkkəb bağlacıdır. Hər bir də gah, iki dənə sözün birləşməsində yaranıb.
düzgündür. Bağlacılar qoşulduqları sözlərə qoşulmur. Bağlacı heç vaxt sözü qoşulmur. Sözləri bir-birinə bağlayır. Ona görə də bu səhvdir. Hansı cümlədə ilə bağlacısı işlənib və ilə əvəz eləyək? Azad ilə Adil eyni sinifdə oxuyur. 1. Sevinclə qonaqları qarşılayırdı. Sevinc ilə bu şeydir, qoşma. Müəllim ilə valideyn əməkdaşlığı önəmlidir. Müəllim və deməli 3-ü götürürük. Gənc müəllim siniflə tanış oldu. Sinif ilə. Deməli burada da bağlacı deyil. Bunu götürmürəm. Sonra doğru ilə yalan, doğru və yalan oldu 19-da. 1, 3, 5 cavabını götürdük. 20-ci. Hansı cümlələrdə həm tabelilik, həm də tabesizlik bağlacısı işlənib? İndi ki, bir halda ki, şərt bağlacısını görürük. Tabelilik. Əl-ələ vermirsən, gərək bizə ürəkdən kömək edəsən. Başqa yoxdur axı, bir dənə elə. Onu götürə bilmərəm mən. Çünki bir dənə bağlacı var, tabelilik. Doğru olar ki, tabelilik, aydınlaşdırma. Qardaşınla dostunu, burada nə var? Tabesizliyin birləşdirməsi. Deməli, 2-ni götürək. Kərim yaylağa çatmışdı ki, deməli, tabeliliyi görürük. Güclü külək əsməyə başladı. Başqa yoxdur axı, bir dənə deyilə. Hərçənd tabeliliyin güzəşdiyi görürük burada. Yetməliyəm, ammadakı qarşılaşdırma tabesizlikdə. Kəndlilərin bağ-bağatı zəngindir. Belə ki, tabeliliyin aydınlaşdırmasını görürəm burada. Ətrafda bol məhsuldan başqa heç nə yoxdur. Başqa bağlacı yoxdur. Oldu 2-4 20-ci sualda. Sonra 21-ə baxaq. Bağlacı işlənmiş cümlələri müəyyən edindir. Yəni deyir, siz səhər gedirsiniz 21-də. Burada şeydir, sual ədatı götürmək olmaz, yəni burada. Sonra günorta, yəni 2-nin, bax burada aydınlaşdırma bağlacısı görürük tabesizlikdə. 2-ni götürdük. Elə ki yağış yağdı, hər tərəf canlandı. Deməli burada vergüldən də istifadə eləməyiblər. Deməli elə ki bunu götürə bilmərik də. Bunu götürə bilmərik. Ədat deyərik buna. Deməli mən tez yazıram. Sən İsəni görürəm. İkinci cümlənin tərkibindədir, bağlacıdır. İşçilər də bu iclasda iştirak etməlidirlər. Hamı iştirak etməlidir. Də iştirak bağlacısını görürəm burada. Mən çox xahiş etdim, ancaq eşitmək istəmədi. Ancaq qarşılaşdırmanı görürəm burada, bağlacıdır. Oldu 2, 4, 5, 6. 22-yə baxaq indi. Deməli 22-də deyir ki, hansı cümlələrdə həm tabelilik, həm də tabesizlik bağlacısı işlənmişdir. Doğrusu səni kəndə aparmaq istəyirəm, kəndə aparmaq istəyirəm. Ancaq şey var burada, tabesizlik. Anan nədənsə razılıq vermir. Deməli burada yoxdur axı tabelilik bağlacısını görmürük biz. Ona görə də birin üzərinə bir xət. Ona məlum oldu ki, tabelilik kəndlə yaylaq arasında kənd və birləşdirməni görürəm burada, tabesizlikdədir. 2-ni götürdük. Elxan yaxşı bilirdi ki, tabelilik aydınlaşdırma səmərəsiz keçən hər saat məhsulun azalması deməkdir. Yoxdur başqa bağlacı. Ona görə keçdik. Bu elə bir işdir ki, yəni ki, tabeliliyi gördük. Sən onun öhdəsindən layiqincə gəlməlisən. Başqa bağlacı yoxdur burada. 4-də kəndə getmək istəyirdi ki, burada da tabelilik aydınlaşdırma həm, deməli nəyi gördük? İştirak tabesizlikdə. Oldu 2, 5 cavabı 22-də. 23-ə baxırıq. Deməli, hansı cümlələrdə həm tabelilik, yenə də eyni tip. Madam ki, şərt bağlacısını gördük, tabelilik, bizi ələ vermirsən, bizi başa düşməlisən. Deməli, burada tabesizlik bağlacısı yoxdur, onu görə keçdik. Yaxşı olar ki, tabelilik, qonşunla və tabesizlik. 2-ni götürdük. Rüstəm evə çatmışdı ki, tabelilik, güclü yağış yağmaya başladı. Başqa bağlacı yoxdur. Gəldim ki, tabelilik həm burada da həm var burada. Deməli tabelilik, tabesizlik ardardadır. Gündəliyə salınmış məsələlər tamamilə həll olundu. Belə ki, aydınlaşdırma tabelilikdə başqa yoxdur. Oldu 2, 4, 23-də. 24-cü sualımıza baxırıq. Deyir ki, uyğunluğu müəyyən edin. Cümlələrdə durğu işarələri buraxılmışdı. Deməli, bağlacıdan əvvəl vergül qoymalıdır, sonra vergül qoymalıdır. 2 dənə fikirdə. Deməli, fikrin budur ki, sonraya aid elədik bunu. Deməli, bu A-nı yazdıq bura. 2-nin yanına A. A-nı yazdıq bura.
Ondan sonra hərgah özü razı olmasa, deməli hərgah deyir özü razı olmasa, bu hərgah şərt bağlacısıdır və vergi tələb eləməyən bağlacıdır. Bunu başqa bağlacı varmı? Burada yoxdur. Beyni xətt. Səadət xanım qonağı balaca, lakin səliqəli bir otağa apardı. Deməli, bu qarşılaşdırmadan əvvəl vergül olur həmişə. C-ni yazaq 1-in yanına. Sonra keçirəm D-yə. Sədəf çox xoşbəxt görünürdü. Səbəb bağlacılarına əvvəl vergül olur. Əvvəl harada idi? Burada. Bu nədir? D. C, D. Sonra baxım görüm. Madam ki, bu madam ki'dir. Bunlar vergül təbii ki, belə ki, yalnız onlardan sonra vergül olmalıdır. Burada bağlacı var, amma vergül qoymayacaq. Oldu C, D, A. Deməli, 1-ə C, D, 2-yə A cavabı oldu. Bağlacı haqqında bu qədər. İzahı bəyəndinizsə əgər, şərh bildirməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.